Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Xoş gördük növbəti izahımda. Bugünkü izahımız olacaq təhsil alanlar, təhsil verənlər və valideynlərin hüquq və vəzifələri. Və mən çalışacağam ki, bunu qısa şəkildə, sadə dildə izah edəm ki, sizə aydın olsun. Elə isə başlayaq. İlk öncə başlayaq təhsil alanların hüquq və vəzifələri. Baxaq görək hansı, yəni uşaqların, təhsil alanlar deyəndə uşaqların və yaxud da ki, məktəbdədirsə də şagirdlərin hansı hüquq və vəzifələri vardır. İlk öncə baxın müəllimlər, biz hüquq nədir, vəzifə nədir, bunları bilməliyik və bir-birindən fərqləndirməyi bacarmalıyıq. Hüquq odur ki, bu mənim seçimimdir. Mən bunu istəsəm edərəm, istəsəm etməyə bilərəm. Buna görə məni sonda bir cəza gözləmir. Ancaq vəzifə odur ki, vəzifə mənim öhdəliyimdir, vəzifə mənim məsuliyyətimdir, vəzifə mənim borcumdur. Mən bunu yerinə yetirməliyəm. Yəni mən vəzifəmi yerinə yetirməsəm, vəzifəmi pozsam, sonda məni bir cəza gözləyir. Bax, bunu bu şəkildə bir-birindən fərqləndirin. Deməli, başlayırıq təhsil alanların, baxaq görək hansı hüquqları vardır. Hər bir təhsil alanın təhsil prosesində iştirak etmək, fikir və mülahizələrini sərbəst ifadə etmək, yəni bir növ uşaqların söz azadlığı vardır. Şərəf və layiqiyyətini qorumaq, zorakılıqdan müdafiə olunmaq hüququ vardır. Baxın, müdafiə sözü gördüksə adətən uşaqlara aiddir. Çünki biz uşaqlara müdafiə etməliyik. Müdafiə olunmaq uşağa aiddir. Keyfiyyətli təhsil almaq. Baxın, diqqətli olun. Keyfiyyətli təhsil almaq deyirsə də uşağın hüququdur. Keyfiyyətli təhsili vermək deyirsə də müəllimin vəzifəsidir. Və yaxud da ki, tədrisin, belə deyək, təhsilin keyfiyyətinə maraqlanmaq, təhsil alınan tədris keyfiyyətlə maraqlanmaq valideynin hüququdur. Bax, bu şəkildə bunları bir-birindən fərqləndirin. Dedik ki, keyfiyyətli təhsil almaq təhsil alanların, yəni uşaqların hüququdur. İnkişaf yönümlü tədbirlərdə iştirak etmək uşağın hüququdur. Yəni məcburi deyil. Görürsünüz, hüququdur ki, istəsə iştirak edə bilər müxtəlif layihə işlərində və yaxud da ki, tədbirlərdə istəsə etməyə bilər. Yəni bu bunun hüququdur. Buna görə biz ona hər hansı bir cəza verməli deyilik. Oyuncaqlarla və qida ilə təmin olunmaq, təhlükəsiz şəraitdə təhsil almaq. Görürsünüz, təhsil almaq kimə aiddir? Əlbəttə ki, uşağa. Psixoloji yardım, loqoped və s. ödənişsiz faydalanmaq bunların hər bir uşaqların hüququdur. İndi baxaq görək təhsil alanların, yəni uşaqların hansı vəzifələri vardır. Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək hər bir uşağın belə deyək vəzifəsidir. Öz həmyaşıdları ilə əməkdaşlıq etmək, yəni əməkdaşlıq harda görsə məcburidir. Bax, bunu istər müəllim əməkdaşlığı olsun, istər valideynlərin əməkdaşlıq, harda gördüksə vəzifə götürürsünüz. Uşaqların, bax, öz həmyaşıdları deyilsə də, təbii ki, burada təhsil alanlardan söhbət gedir. Təhsil verənə, pedaqoji prosesin digər iştirakçılarına hörmətlə yanaşmaq, əlbəttə ki, uşağın vəzifəsidir. Sağlam həyat tərzi keçirmək, dövlət, cəmiyyət, ailə qarşısında öz məsuliyyətini dərk etmək, bir növ şəxsi və sosial məsuliyyətə yiyələnmək, verilən tapşırıqları keyfiyyətli yerinə yetirmək, qoyulan qaydalara uşaqlar əməl etmək hər birinin vəzifəsidir. Bu oldu deməli təhsil alanların hüquq və vəzifələri. İndi keçirəm təhsil verənlərin, yəni müəllimlərin hüquq və vəzifələri. İlk öncə hüquqlarına baxaq. Görək müəllimlərin hansı hüququ vardır. Təhsil prosesində iştirak etmək və təkliflər vermək, şərəf və layiqiyyətinə hörmət tələb etmək, məktəbəqədər müəssisədə vəzifə tutmaq, seçkili vəzifələrdə seçmək və seçilmək. Görürsünüz, seçmək nədir? Əlbəttə ki, hüquqdur. Tədris metodlarını, forma vasitələri sərbəst seçmək. Yəni bu mənim tamamilə hüququmdur. Müəllimin hüququdur ki, bu gün istəsə məsələn əqli hücum təşkil edə bilər, istəsə klaster üsulundan istifadə edə bilər. Tamamilə müəllimin öhdəliyinə verib, yəni müəllimin hüququdur. Tədris metodik vasitələrlə təmin olunmaq. Baxın, deyək, təhlükəsiz iş şəraiti ilə. İş əlbəttə ki, müəllimə aiddir. Uşağa etməyəcək bunu. Təhlükəsiz iş şəraiti ilə təmin olmaq, yeni ixtisas almaq, staj keçmək, elmi dərəcəsini yüksəltmək. Bəzən müəllimlər qarışdırır bunu, diqqətli olun müəllimlər. Yeni ixtisas almaq deyirəmsə də, yəni məsələn mən tutalım tərbiyəçi müəlliməmsə də, mən yeni ixtisas ala bilərəm, gedib tarix müəllimliğini oxuya bilərəm və yaxud da ki, digər bir peşəyə yiyələnə bilərəm. Ancaq ixtisasını artırmaq, qabaqcıl təcrübə və metodları öyrənmək, müasir metodları öyrənmək müəllimənin vəzifəsidir. Yenə qeyd edirəm, yeni ixtisas almaq, staj keçmək, elmi dərəcəsini yüksəltmək, mükafatlandırmaq və tərtib olmaq müəllimin hüququdur. İndi baxaq görək müəllimin hansı, yəni təhsil verənin hansı vəzifələri vardır. Təhsil alanların şərəf və layiqiyyətinə hörmətlə yanaşmaq. Baxın, biz sizdən keçmişdik etik davranış, daha doğrusu etik davranış qaydaları. Bunların hər birini harda gördüksə, bunlar əlbəttə ki, müəllimin vəzifələrini götürəcəksiniz. Təhsil proqramlarının mənimsədilməsini təmin etmək, valideynlərlə, digər müəllimlərlə və psixoloqla əməkdaşlıq etmək, az öncə də qeyd etdim ki, əməkdaşlıq harda varsa da vəzifəmizdir. Əlavə məşğələlər, tədbirlər təşkil etmək, sertifikasiya prosesindən keçmək.
Baxın, məcburidir. Kimsə deyə bilər ki, mən istəmirəm sertifikasiyadan keçmək. Olmaz. Sertifikasiyadan keçmək bizim vəzifəmizdir ki, biz oradan məcburi şəkildə keçməliyik. Yəni könüllülük deyil. Sertifikasiyadan keçmək müəllimin vəzifəsidir. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil alanları zorakılıqdan və zərərli vərdişlərdən qorumaq, təhsil alanlara vətənpərvərlik, azərbaycançılıq və dəyərlərə hörmət ruhunda belə deyək, aşılamaq, ixtisasını artırmaq, qabaqcıl təcrübə və metodları, müasir metodları öyrənmək bir növ müəllimin qnostik bacarığıdır. Təhsil alanlarda fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq, onları müstəqil həyata hazırlamaq. Bunlar olur təhsil verənin, daha doğrusu müəllimin vəzifələri. İndi isə keçirəm valideynlərin hüquq və vəzifələrinə. İlk öncə hüququndan başlayıram. Baxın görə valideyn hansı hüququ vardır? Məktəbdə müəssisənin idarə olunmasında iştirak etmək, təhsil alanların hüquqlarını müdafiə etmək və yaxud da ki, düşə bilər ki, övladının hüquqlarını müdafiə etmək. Övladını gördüsə, təbii ki, bunu valideynin hüququ götürəcək. Yəni, hər bir valideynin hüququ var ki, öz övladının hüquqlarını müdafiə etsin. Sonra təhsil müəssisəsi ilə əməkdaşlıq etmək. Baxın, bir də əməkdaşlıqda burada diqqət edirsiniz müəllimlər. Desək ki, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, təkliflər vermək, könüllü yardımlar etmək. Baxın, könüllü deyirəm, məcbur yox, könüllü yardımlar etmək. Bu zaman valideynin hüququ götürürük. Digər bütün əməkdaşlığı hər birini biz götürürük vəzifə. Eləcə də ki, məsələn, desək ki, bağça əməkdaşları ilə və yaxud da ki, təhsil müəssisəsinin əməkdaşlıqları ilə əməkdaşlıq etmək, müəllimlə, təhsil verənlərlə, nə bilim, digər orada çalışanlara əməkdaşlıq etmək valideynin vəzifəsidir. Ancaq təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, təkliflər vermək, könüllü yardımlar etmək bu valideynin hüququdur. Təlim-tərbiyə müəssisəsini seçmək, yəni mən istəsəm övladımı bu gün 3 nömrəli, məsəl üçün deyirəm, 3 nömrəli bağçaya qoya bilərəm, istəsəm məsələn aparıb digər bağçaya qoya bilərəm. Bu tamamilə seçim azadlığıdır, yəni hüququdur valideynir. Sonra təhsil alanının tədris keyfiyyəti ilə maraqlanmaq, yəni uşaqları necə oxuyur, tədris keyfiyyəti necədir? Bunu hər bir valideyn maraqlanmaq deməli onun hüququdur. İndi keçirəm valideynin hansı vəzifələri var onlara. Deməli, məktəbdə müəssisənin daxili intizam qaydalarına riayət etmək, fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, yəni övladın sözü gördüksə, əlbəttə ki, bunu valideynə şamil edirik. Övladın humanistlik, vətənpərvərlik, azərbaycançılıq və dəyərlərə hörmət ruhunda tərbiyə etmək, əlbəttə ki, valideynin vəzifəsidir. Baxın, desək ki, əgər təhsil alanlara vətənpərvərlik, azərbaycançılıq və dəyərlərə hörmət aşılamaq, bunu götürürük müəllimin, yəni təhsil verənin vəzifəsi. Yox, desək ki, övladını humanistlik, vətənpərvərlik, azərbaycançılıq və dəyərlərə hörmət ruhunda tərbiyə etmək, əlbəttə ki, götürürük valideynin vəzifəsi. Yəni qeyd edirəm, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək də həmçinin valideynin vəzifəsidir. Bu qədər müəllimlər.